Biz bilirik bizim dostumuz kim olub, düşmənlərimiz kim olub. Əfsuslar olsun ki, düşmənlərimiz dostlarımızdan bir neçə dəfə çox olub. Amma bugün bizim güclü iradəmiz, siyasi addımlarımız, silahlı qüvvələrimizin güclü olması artıq tamamilə yeni mənzərəni ortaya qoyur və döyüş meydanında qazandığımız qələbəni 5 il bundan əvvəl, biz 2 il bundan əvvəl antiterror əməliyyatı nəticəsində tam əldə etdik və ondan sonra keçən 2 il ərzində bütün beynəlxalq təşkilatlarda bunu təsdiqlədik. Və Mənfur Minsk qrupunun da tarixin arxivinə göndərilməsi